Rövşən Lənkəranskini güllələyən Hacı Beyləqanski həbs olundu. Məşhur kriminal avtoritet Rövşən Lənkəranskinin ölümü təsdiq olunandan bir neçə saat sonra Türkiyənin hüquq mühafizə orqanları tərəfindən Azərbaycan vətəndaşı Hacı Beyləqanski talıbxanada saxlanılıb. Rövşən Lənkəranskiyə yaxın dairələrdən verilən məlumata görə Hacı Beyləqanski Rövşən Lənkəranskinin İstanbulun Barbaros bulvarı yaxınlığındakı Beşiktaş otelində öz briqadasının üzvləri ilə keçirdiyi görüşdə iştirak edib. Bu görüşdən dərhal sonra Rövşən Lənkəranski naməlum şəxslər tərəfindən avtomat silahlardan atəşə tutulub və öldürülüb. Hacı Beyləqanski digər qanuni oğru Əlibala Əlisəftəroğlu Həmidovun Qoca Bakirski ləqəbli qətlində şübhəli bilinir. Möhtəbər mənbələrin məlumatına görə Hacı Beyləqanski Rövşən Lənkəranskinin şəxsi killer olub və 2013-cü ilin 18 avqustunda Qoca Bakirskinin məhz onun əmri ilə qətlə yetirib. Qəribədir, Rövşən Lənkəranski də avqustun 18-də öldürülüb. Məlumata görə Qoca Bakirskinin qətlindən dərhal sonra oğulların bir qrupu Azərbaycanın ən məşhur avtoritetlərindən birinin qisasını alacaqlarına and içib və qisas üçün uyğun məqam axtarıb. Yəni, Rövşən Lənkəranski heç də təsadüfən avqustun 18-də öldürülməyib. Bu bir növ açıq qisas alınmasının nişanəsidir. Lənkəranskinin qətli ardınca isə Hacı Beyləqanskinin həbsi Rövşən ilə, hansı ki bir müddət əvvəl digər məşhur kriminal avtoritet Ded Xasanın qətlində şübhəli bilinirdi. Haqq hesabı qutarmaq üçün başqa bir mafiyanın bütöv kompleks planının olduğunda xəbər verir. Onu da qeyd edək ki, Hacı Beyləqanski son illər Dubayda yaşayıb və onun hüdudlarını yalnız Rövşən Lənkəranskinin xüsusi tapşırıqlarını icra edərkən tərk edib.